Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər. Artıq bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib. Son günlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problem yaratdığı bildirilir. Ekspertlərin fikrincə limitə yenidən baxıla bilər. Son dövrlər cərimə balları ilə bağlı sürücülər arasında ciddi narahatlıq və narazılıq var. Bunun da kökündə o dayanır ki, son illər, təxminən 2 il olar, dayanma durma ilə bağlı bəzi xətalara görə cərimə ilə yanaşı həm də bal əlavə olundu. Yəni avtomobillərin səkilərdə park edilməsi, yol ayrıcına 5 metr qalmış, piyada keçidinə 5 metr qalmış, avtobus zolağı və yaxud da ikinci cərgə, bax bunlara görə də 2 bal əlavə olundu. Bu günləri sürücülük vəsiqəsi əlindən alınmış, yəni sürücülük buna məhrum edilmiş. Sürücülərin %90-ı bu məhrumiyyətlə üzləşib. Ekspertin sözlərinə görə dayanma və durma qaydalarının pozulması ilə bağlı bal sistemi yenidən nəzərdən keçirilməlidir. Bu istiqamətdə cərimə sanksiyaları saxlanılmaqla bal sisteminin ləğvi də müzakirə oluna bilər. Cərimə ballarının bəzi xətalardan çıxarılması, eyni zamanda 20 yox, məsəl üçün 25-30 bal məhrumiyyətin 25-30 bala qaldırılması faydalı olardı. Çünki bugün əksər sürücülər bunun acısını yaşayır və bu günləri əksəriyyətinin sürücülük vəsiqəsi məhrumiyyətə gedib, bəziləri də artıq 17-18 balla risk qarşısındadır. Ekspert onu da bildirdi ki, aidiyyatı qurumlar tərəfindən artıq Milli Məclisə layihə təqdim olunub.